Rəfai müəllim, təşəkkür edirik. Bəhram Nəsibovun uşaqlıq dostu və onun yaradıcılığının çox böyük pərəstişkarı, Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, bizim çox istedadlı ziyalılarımızdan biri Bəhram Məmmədov öz ürək sözlərini deyəcəkdir. Bəhram müəllim bu yaxınlarda fəxri ad alıb, gəlin bir daha onu təbrik eləyək. Axşamınız xeyir. Əvvəla bu gözəl tədbiri təşkil edən təşkilatçılarımıza öz minnətdarlığımı bildirirəm. Bu gözəl gecəni bizə bəxş etdilər. Bəhram Nəsibovla gənclik illərimdə dostluq eləmişəm. Tələbəlik illərimiz təxminən bir vaxta düşüb. Mən Ağdam musiqi məktəbində oxuyanda orada mənimlə bir yaxın Qarabağlı dostum da bir yerdə təhsil alırdıq. Sonra gəldik Bakıya və o konservatoriyanın bəstəkarlıq şöbəsinə qəbul oldu. Mən də başqa sahəyə. Və bu zaman Bəhramın yaradıcılığının başlanğıc mərhələsi idi, yəni 60-cı illərin sonları. Belə bir vəziyyətdə Bəhramın mahnıları yenicə pərvazlanır. Onun Qarabağ mahnısı, digər adlarını sadaladığımız, bildiyimiz mahnılar çox maraqla dinlənirdi. Ancaq dünyanın o düz vaxtında əyri baxanlar var idi Bəhram Nəsibovun yaradıcılığına. Onu qəbul etmirdilər. Xalq mahnısı çox gözəl bir addır, amma ara mahnıları da deyirdilər. Bu onu çox sıxırdı. Ancaq onun ətrafında elə insanlar toplatmışdı, elə sənətkarlar var idi ki, İslam Rızayev, Süleyman Abdullayev, Arif Babayev onu bu sıxıntıdan sanki xilas etdilər. Və belə bir şəraitdə mənim o bəstəkarlıqda oxuyan dostum, biz onunla tez-tez görüşərdik həmin illərdə Bakıda. Bir gün dedim ki, sən niyə mahnı yazmırsan? Sonata yazırsan, prelüdiya yazırsan, simfonik əsərlər yazırsan, çox gözəl. Amma niyə mahnı yazmırsan? Deyir, mən mahnını yazıram. Mahnını yazıram və müğənniyə verirəm. Səhərisi gün həmin müğənni, o Bəhram adında bir adam var, oğlan. Qarabağlıdır, onun mahnısını oxuyur. Dedim, etiraf eləyirsən ki, sən mahnı. Dedi, biz mahnını yazırıq, Bəhram həmin o Qarabağlı bəstələyir. O yaza bilmir, o bəstələyir, mahnı bəstəkarıdır. Amma biz yazırıq, bizim yazdığımızı oxuyan olmur. Onun mahnısını oxuyurlar. Səhərisi gün gördük ki, başqa bir mahnıdır, deyirlər ki, Bəhramın mahnısıdır. Bu çox böyük hadisədir. Təsəvvür edin və təşəkkür edirəm. Və onda mən ona bir söz dedim. Dedim, onda əziz dostum, Rafiq, sən elə sonata yaz, prelüdiya yaz, mahnını Bəhram yazar. Bax, bu epizod bizim gənclik illərinin xatirəsidir. Orada fikir verdik biz, çox gözəl montaj eləyiblər, var olsunlar. İslam Rızayev deyir, Hindistana gedirəm, müraciət eləyirəm Bəhrama ki, mənə mahnı yaz. O zaman İslam Rızayev adlı sanlı adamıdır və adlı sanlı bəstəkarlara müraciət eləyə bilərdi. Adsız, sansız bəstəkara Bəhram müəllimə müraciət eləyirdi. Bu nə demək? Bu deməkdir, bunda olan qüvvət, güc, istedad bulaq kimi çağlayır, bulaq kimi qaynayırdı. O ilə mahnılarının qurbanı oldu. Bu dərəcədə istedad, bu dərəcədə onda potensiya hardandır? Bu bir möcüzədir. Bax, bu epizodlar var. Hesab eləyirəm ki, Bəhram müəllimin mahnısı uzun illər yox, əbədi yaşardır. Təşəkkür edirəm. Çox sağ olun Bəhram müəllim. Təşəkkür edirəm.